Əbu Səid Əl-Xudr radiyallahu anhu demiştir. Bir dəfə Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən soruşdular. Ey Allahın elçisi, insanların ən üstünü kimdir? Peyğəmbərimiz dedi, Allah yolunda malı və canı ilə cihad edən mömindir. Soruşdular, sonra hansıdır? Peyğəmbərimiz dedi, dərəsinə çəkilib Allahdan qorxan və insanlara pislik etməkdən çəkinən mömindir. Hədisin şərhində İslam alimləri buyurur ki, bu hədis təkliyə çəkilməyin fəzilətinə dəlalət edir. Belə olduqda adam qeybətdən, boşboğazlıqdan və s. bu kimi şeylərdən uzaq olur. Fitnə düşdüyü vaxt istisna olmaqla heç bir halda cəmaatdan ayrılmaq olmaz. Bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. Allahın əli haqq yolda olan cəmaatın üzərindədir. Başqa hədisdə belə buyurulur. Kənddə və ya çöl biyabanda olan 3 nəfər cəmaat şəklində namaz qılmasalar, şeytan onlara hakim olar. Belə olmasın deyə cəmaat olun. Əlbəttə ki, canavar sürüdən ayrı düşmüş qoyunu tez yeyər.